Milli Təhlükəsizlik Nazirliyinin Sərhəd Qoşunları Komandanlığı fərmanı ilə rəsm, plakat, inşa və hekayə nominasiyası üzrə müsabiqə keçirildi. Yarışda 12 Gəncə Basar rayonlarından məktəb şagirdləri iştirak edirlər. Müsabiqənin keçirilməsində əsas məqsəd gənclərdə vətənpərvərlik ruhunun qaldırılması idi. Azərbaycanın bütövlüyünü necə görürəm, yəni necə lazımdır. Baxırsınız, plakatların bəzilərində, məsələ belədir ki, indi mən özüm də, mənim müsiflər heyəti də, rəssamlarda belə çətinlik çəkirlər. O qədər yüksək səviyyəli artıq əsərlər yaranır ki, bu özü sübut edir ki, uşaqlarda artıq vətənpərvərlik ruhu inkişaf edir. Yəni bu açıqdan-açıq görürsən ki, istedadlar üzrə çıxıyor. Plakat yarışında həm yerlimiz Elnura Alıyeva birinci yer tutdu. Rəsm üzrə isə Esmira Sadıqova müsabiqənin qalibi oldu. Aksafadan Günel Poladova və Elşən Həsənov ikinci yerə layiq görüldülər. Zeynəb Zamanova Samuqdan, Aqil Nəsibov Daşkəsəndən, Səkinə Alıyeva Gəncədən üçüncü yerə çıxdılar. Rəsmlər paytaxtda rəsm qalereyasında sərgidə nümayiş etdiriləcək. İlqar Ağayev, Vaqif İbrahim Xəlil, Xəbər Plus.